Tarixdə elə insanlar yaşayır ki, onların ömürləri uzun olur, amma onlardan sonra, ölümlərindən sonra heç bir izləri, heç bir əsərləri qalmır, yaşamır. Amma elə insanlar da var ki, onlar çox az yaşayır, amma özlərindən sonra onların izləri qalır, adları qalır, əsərləri qalır. Bəzən ola bilər ki, bir ağac neçə il qalsın, bar verməsin, faydası olmasın, ziyanlı olsun. Amma bəzən ola bilər ki, bir güldür, gül bağında bitir, elə bir günə də solur, amma onun ətri bütün bağı bürüyür. Ona görə çalışağın yaxşı insanlarla oturdurur eləyəyin. İnsanın dəyişməsində 4 mühüm amil faktor var. Onlardan biri də insanın əhatəsidir. Düşdüyü çevrə insanı əgər iradəsi zəif olsa, onu yolundan azdıra bilər, fikrindən döndərə bilər. Həm yaxşı mənada təsir eləyə bilər, həm də pis mənada. Yəni, əgər ətraf yaxşıdırsa, onu bataqlıqdan çıxarar yaxşıya, amma pisdirsə, yaxşılıqdan elə aparar onu bataqlığa. Yəni, zülmətdən nura, nurdan da zülmətə gedişi mümkündür. Amma çox əfsuslar olsun ki, insan pisə meyilli daha çox olduğuna görə yaxşılığa dəvət eləsən də çox gec gəlir. Amma pisə elə azacıq işarə eləməklə, özü hiss eləməklə sənə tərəf gəlir. Demək, bu günümüzdə də biz onu qeyd etdik ki, yaxşı insanlarla dost olun. Sədi Şirazinin Gülüstan əsəri var. Bir dərvişin torpaqla bir məsəldir, təmsildir çəkib, söhbətini şeirə alıb, yazıb. Demək, torpaqdan çox gözəl ətir qoxu iyisi gəlirmiş. Deyir ki, bu ətir hardandır sənə belə? Deyir, bu mənim özümdəndir. Mən bir müddət güllə həmnişin olmuşam. Yəni, gülün o kötüyü rişəsi yoxdur. Deyir, gül mənim üstümdə olub deyə, mən bu ətri qoxunu ondan almışam. Ona görə deyərlər, orada bir məsəl gətirib, deyir, gül dibində oturandan gül ətri, gül qoxusu gələr. Təsəvvür elə bir ətriyyat dükanına, ətir dükanına, gül dükanına girirsən, alma sonda, biraz orada qalırsan, çıxanda paltarva onun qoxusu hopur. Ətri üstündən gəlir. Amma içalat satılan yerlərə gir, biraz dayan, heç almasında o pis də o cürdür. Yaxşı insan ruhi baxımdan insana o gözəlliyi bəxş eləyə bilir. Ona görə oturdur elədiyimiz insanlara biz diqqət eləməliyik. Onun bizə birbaşa ruhumuza təsir məsələsində diqqətli olmalıyıq. O səbəbdən də bu Kərbəla hadisəsi onun bariz nümunəsidir ki, orada bəzi insanlar var idi, İmam Hüseyin əleyhissalamı köməyə çağırırdı, qılıncımız qınındadır, ya Hüseyin gəlsənə, amma müəyyən hədiyyələr, müəyyən sözlər qarşılığında həmin qınında olan qılıncı imamın özünə qarşı qaldıranlar oldu, imama qarşı elə qılınc çəkənlər oldu. Bəziləri 70 il yaşadı, heç onların adı tarixdə yoxdur. Amma bəziləri o Kərbəla səhnəsində 6 aylıq qundaq balanın, heç 6 ay tamam olmamışdı. Tarixdə yazırlar, İmam Hüseyin əleyhissalam Mədinədən çıxanda Əli Əsqər 27 günlük idi. 5 ay çəkdi ta Məkkəyə gəlməsi, oradan Kərbəlaya gələnə qədər, hadisə baş verənə qədər 5 ay 27 günlük idi. Amma onun bu gündə 1387 il keçməsinə rəğmən adı çəkilir.